Gəlin sizinlə klaster məsələlərinə baxaq. Çünki klaster məsələləri hər zaman tələbələr üçün çaşdırıcı sual tiplərindən sayılır. Bir klasterin ölçüsü 8 kilobayt olan bir diskə yazılmış 17 kilobaytlıq fayl diskdə nə qədər yer tutar? Bəzən tələbələr birbaşa 17-ni götürür, lakin cavabımız bu şəkildə olmayacaq. Əvvəlcə biz 17-ni bölürük 8-ə. Görək 17-nin içində 8 kilobaytlıq neçə klasterimiz olacaq? Bu da bizə verəcək 2. Qalığımız qalacaq 1. Deməli, bizim bir dənə 8 kilobaytlıq klasterimiz də olacaq. Bir dənə 8 kilobaytlıq klasterimiz də olacaq. Növbəti artıq qalan 1 kilobayt üçün 8 kilobaytlıq klaster tam dolur. Bunu yadda saxlayın. Yəni 1 kilobayt üçün 1 kilobaytlıq yer olmayacaq. Biz növbəti 8 kilobaytlıq klasterə müraciət edəcəyik və həmin o klaster tam dolacaq. Deməli 12 kilobayt üçün bizə 24 kilobaytlıq yer lazım olacaq. Bir başqa bir şey də sizin nəzərinizə çatdırmaq istəyirəm. Fərqli bir sualım nəsə olsa, məsəl üçün bizə bildirsə ki, bizim klasterimiz 4 kilobaytdır, 4 kilobaytdır və bizə bizim var 15 kilobaytlıq məlumatımız, bir də var 12 kilobaytlıq məlumatımız və bizə nə qədər klaster lazım, neçə sayda klaster lazımdır sualı varsa, tələbələrin etdiyi ən böyük səhv odur ki, 15 ilə 12-ni toplayıb 4-ə bölürlər. Siz bunlara tək-tək baxmalısınız. Əvvəlcə 15-i böləcəksiniz 4-ə. Bu olacaq 3 dənə. 3 dənə 4 12 olacaq. Amma biz bunu 3 yox, 4 götürəcəyik. Bayaq dedik, yerdə qalan 12 dənə tamda olacaq, 3 qalıq qalacaq. 3 dənə üçün 4 dənə klaster tam istifadə olacaq. Bu olacaq 4. 12-ni də 4-ə böləcəyik. Bu tam bölünür. Olacaq 3 klaster. 4 klaster buradan gəldi, 3 klaster buradan. Cəmi bizə 7 klaster lazım olacaq. Klaster məsələləri çaşdırıcı sual tiplərindən sayılır. O ki, çox diqqətli olun.